Birinci sualda sink oksid və silisium dioksid üçün ümumi olan nədir? Bunu soruşur. Birincidə deyir ki, natrium OH-la reaksiya daxil olur. Bəli, çünki sink oksid amfoter oksiddir. Bütün amfoter oksidlər əsaslarla reaksiya daxil olur. Silisium OH isə turş oksididir. O əsaslarla reaksiya daxil olar. Bir, bəli, ümumidir. 2. Su ilə reaksiya daxil olmur. Amfoter oksidlər su ilə reaksiya daxil olmurdu. Bəli, yəni sink oksid daxil olmur. Silisium OH də su ilə reaksiya daxil olmur. Deməli, bu da ümumidir. Xlorid turş ilə reaksiya daxil olur. Sink oksid amfoter oksid olduğuna görə amfoter oksidlər həm əsaslarla, həm turşularla reaksiya daxil olurdu. Amma silisium OH turş oksidir axı. Turş oksidi turşularla reaksiya girməz. Ona görə doğru cavabımız 1, 2 olur. Yəni hər ikisi üçün ümumi olan. Doğru cavabımız D variantı. 2. Tərkibində 2 mol X və 1 mol sulfat turşusu olan məhlullar qarışdırılır və normal duz alınır. Normal duz. Deyir ki, X hansı maddələr ola bilər? Biz demişdik ki, normal duz alınması üçün turşudakı hidrogenin sayı əsasdakı OH-ın sayına bərabər olmalıdır. Buradakı əsasdakı OH sayı 2-yə vurulub. Deməli, 1 OH olmalıdır ki, əsasda. Bu 2-yə vurulsun və 2 OH qrupu, hidroksil qrupu olsun. 1 olar natrium hidroksid, çünki natrium hidroksiddə bir dənə OH var. Bir də olar üçüncü, yəni kalium hidroksid. Çünki burada da deməli bir OH olacaq. Bunlar da 2-yə vurulanda 2 OH qrupu eləyəcək. Amma 3 və daha doğrusu 2 və 4 olmaz. Çünki barium və kalsium 2 valentlidir. Bunların OH qrupu 2-dir. Cavabımız olur B variantı, yəni 1 və 3. Üçüncü sual. 400 qram 25 faizli X duzu məhlulu üzərinə M qram X duzu əlavə olunduqda 40 faizli məhlul alınmışsa, M-i hesablayın. Deməli, burada 400 qram 25 faizli X duzu məhlulu deyir. Bu düsturla gedəcək. Deməli, buradan yazaq. M1 omega 1 üstə gələk. M2 omega 2 bərabərdir. M1 üstə gələk. M2 vur omega son. Aha, indi burada yerinə qoyaq. M1-imiz neçədir? 400. 400 vur 25 üstə gələk. M2 neçədir? M2-ni elə hələ ki M olaraq saxlayırıq. Çünki elə bizdən onu soruşur. Omega 2-miz. Omega 2-ni biz 100% götürə bilərik. Çünki X duzu məhlulu deyəndə biz duz məhlulunu 100% götürürük. Bərabərdir. M1 üstə gələk M2, yəni 400 üstə gələk M. Omega sonumuz da neçədir? Məsələn şərtində verib 40%. Aha, indi buradan 425-ə vuranda 10.000 üstə gələk 100 M bərabərdir. 400 vururuq 40-a 16.000 üstə gələk 40 M. 100 M-dən 40 M çıxanda 60 M bərabərdir. 16.000-dən 1000 çıxanda deməli 6000. 6000-i də 60-a bölsək, cavabımız eləyir 100. Demək ki, doğru cavabımız eləyir C variantı. Dördüncü sual. Dördüncü sualda deməli, natrium OH-ın dördüncü sualın izahına baxaq. Dördüncü sualda birinci, ikinci, üçüncü natrium OH-ın suda məhlulları verilib, suyun kütlələrini hər üçünü A verib, yəni bərabərdir. Məhlulun kütlələrini yazıb. Deməli, deyir ki, Z X-dən, X də Y-dən böyükdür. Yəni, məhlulun kütlələrinin müqayisəsi bu şəkildədir. Qatılıqlar arasında doğru münasibəti müəyyən edin. Məsələn, suyun kütlələri bərabərdirsə, yəni hamısı A-dırsa da, buradan A-nın yerinə qiymət yazmaq olar. Məsələn, A-nın yerinə yazarıq 40. Hamısı bərabərdir. Z
x-dən böyükdürsə, z-in yerinə yazarıq tutaq 200. X-in yerinə yazarıq 100. Y-in yerinə də məsələn yazarıq 50. Ən kiçik y-dir də. Biz bilirik ki, məhlulun kütləsindən suyun kütləsini çıxsaq, həll olan maddənin kütləsini tapmış oluruq. Məsələn, üçüncü həll edicidə həll olan maddənin kütləsi neçə olmuş olur? 200-dən 40 çıxırıq. 160 həll olan maddənin kütləsi. İkinci həll edicidə neçə olur? Deməli, 50-dən 40 çıxırıq. Həll olan maddənin kütləsi olur 10. Birincidə neçə olur? 100-dən 40 çıxırıq. Həll olan maddənin kütləsi olur 60. İndi bizə deyir, müqayisə eləyin. Təbii ki, həll olan maddənin kütləsi nə qədər çox olsa, məhlulun qatılığı da bir o qədər çox olar. Demək ki, 3 böyük olar 1-dən, o da böyük olar 2-dən. Doğru cavabımız olur Y variantı. Keçdik 5-ci sualın izahına. 5-ci sualda dəmir 3 nitrat məhlulu elektroliti verib, maddə miqdarı 0,5 moldur, dissosiasiya dərəcəsini soruşur. Demək, dəmir nitratı dissosiasiyaya uğradaq. Dəmir 3 nitratı daha doğrusu. Dəmir 3 nitrat, dəmir 3 müsbət kationu və 3 mol NO3 mənfi anionu verər dissosiasiya zamanı. Deməli, anionların mol sayını soruşur. Demək ki, NO3-ü soruşur bizdən. Ümumiyyətlə, dəmir 3 nitrat 1 mol olanda nə qədər NO3 alınır? 3 mol. Bəs məsələnin şərtində deyir ki, dəmir 3 nitrat 0,5 olsa nə qədər NO3 alınır? X. X-i buradan tapırıq 1,5. Bizim tapdığımız 1,5 olur 100%. Məsələnin şərtində deyir, bəs 60% nə qədər olar? X. X-i buradan tapanda eləyir, deməli, 0,9. Deməli, anionların sayı olur 0,9. Cavabımız olur B variantı. Keçdik 6-cı suala. Eyni mol sayda götürülmüş əsaslardan hansının 1 molunun tam neytrallaşmasına daha çox miqdarda nitrat turşusu sərf olunur? Ümumiyyətlə, biz demişdik ki, əsasın neytrallaşmasına əsasdakı hidroksil qrupunun sayı qədər turşudakı hidrogen lazım olur, belə deyək. Demək, nitrat turşusunda nə qədər hidrogen var? 1. Deməli, bunlardan hansının neytrallaşmasına daha çox nitrat turşusu sərf olunur? Təbii ki, hidroksidi çox olana. Çünki alüminium OH3-də 3 dənə OH qrupu var. Demək, bunun neytrallaşmasına biz 3 mol HNO3 götürməliyik. Onda necə olar? Məsəl üçün, biz yazarıq ki, 1 mol alüminium OH3-ə 3 qədər HNO3 lazımdırsa, hamısını eyni molda götürüblər. Məsələn, A-ya isə X-dir. Buradan X-i tapırıq 3A. Məsələn, kalsium hidroksiddə bu olar 2A. Sink hidroksiddə olar yenə 2A. Çünki kalsium, sink 2 valentli olduğuna görə onların OH sayı 2 olur. Yəni, ən çox alüminium hidroksiddə olacaq. 7-ci sual. X kationa görə hidroliz edir. Deməli, kationa görə hidroliz edirsə, biz bilirik ki, biz hidrolizdə zəif tərəfə baxırıq. Yəni, kationa görə hidroliz deyirsə, metal tərəf zəif olmalıdır. Metal tərəf zəif olmalıdır. C-ni çıxdıq, D-ni çıxdıq, Y-ni çıxdıq. A, B olar. Y aniona görə hidroliz edirsə, turşu qalığı tərəf zəif turşudan əmələ gəlmiş olmalıdır. Onda bu xloru çıxırıq, çünki natriumlu xlor güclü turşunun qalığıdır. Doğru cavabımız olur 7-ci sualda. A variantı. 8. Suda məhlulundan sabit elektrik cərəyanı keçirdikdə katodda suyun reduksiyası, anodda suyun oksidləşməsi baş verən duzları müəyyən edin. Biz demişdik ki, bunlar aktiv metalların oksigenli duzlarıdır. Yəni, natrium NO3-dür və kalium sulfatdır. Çünki natrium NO3-ün
elektrolizi zamanı, suda məhlulun elektrolizi zamanı natriumun əvəzinə su reduksiya olunur katodda və hidrogen alınır. Anodda su oksidləşir, oksigen alınır. Kalium sulfatda da yenə eynisi baş verir. Demək ki, doğru cavabımız olur 1 və 4. Keçirik 9-cu sualın izahına. 9-cu sualda 40 dərəcədə həll olma əmsalı 1000 olan 300 qram 40%li X duz məhluluna neçə qram su buxarlandırmaq lazımdır ki, həmin temperaturda doymuş məhlul alınsın. Deməli, 300 qram 40%li. 300-ün 40%-ni tapaq. Deməli, eləyir ki, 120 qram duzumuz var. 300-ün 120 qramı duzdursa, 180 qramı su olar. Biz KH-ı tapsaq, KH bərabərdir. Həll olan maddənin kütləsini bölürük suyun həcminə, vururuq 1000-ə. Burada yuxarıda yerinə qoyaq. Deməli, KH-ın qiyməti 1000-dir. 1000 bərabərdir. Həll olan maddənin kütləsi, yəni duzun kütləsi 120-dir. Suyun kütləsi 180-dir. Deyir, nə qədər su buxarlandırmaq lazımdır X? Vururuq 1000-ə. Buradan X-i tapsaq, 1000-lər ixtisar gedər. 180 çıx X bərabərdir 120. X də bərabərdir 60. Deməli, 60 olacaq. 10-cu sual. Maddələr doğru adlandırılmışdır. Hansı maddələr deyir doğru adlandırılıb? Dəmir 2 hidroksonitrat. Baxın, OH 1 valentli, NO3 1 valentli. Bəli, dəmir 2 hidroksonitratdır. Kalsium 2 hidrosulfat. Xeyr, çünki kalsium sabit valentlidir. Demək olmaz valentliyini. Kalium hidroortofosfat. Bəli, doğrudur. Xrom 3 hidroksoxlorid, dihidroksoxlorid deməkdir, səhvdir. Doğru cavab 1 və 3. 11. Hansı ifadələr doğrudur? HNO3 nitrat turşusu tuş duz əmələ gətirmir. Düz deyir, hidrogeni bir dənədir. Mis xlorid turşusu ilə reaksiya daxil olur. Səhv deyir. Qarşılıqlı təsirindən normal duz. İstənilən halda 5 molda olsa, neçə molda olsa, bunların qarşılıqlı təsirindən normal duz alınır. Düzdür. Deyir ki, reaksiyasında X xlorid turşusu olar. Səhvdir, xlorid sulfatı ümumiyyətlə çıxara bilməz, yəni xlorid sulfatı. Doğru cavabımız olur 1 və 3. 12-ci sualın izahına baxaq. Deməli, 20%li natrium hidroksid məhluluna 100 qram natrium OH əlavə etdikdə 36%li məhlul alınır. Alınan məhlulun kütləsini hesablayın. Deməli, yenə bayaqçı düsturundan gedəcəyik. M1, omega 1 üstə gələk. M2 vur. Natrium hidroksid məhlulunda ikinci məhlulun omegasını 100% götürürük. M1 üstə gələk M2 vur omega son. Omega son. İndi burada yerinə qoyaq. M1 vur 20, yəni omega 1-imiz 20-dir. Üstə gələk. 100 qram, 100 vur 100, üstə, daha doğrusu bərabərdir. 100 vur 100 bərabərdir. M1 üstə gələk M2, yəni M1 üstə gələk 100 vur omega 2. Omega 2-ni də 36 verib. İndi buradan vurub açaq. 20 M1 üstə gələk 10.000 bərabərdir 36 M1 üstə gələk 3600. Buradan 16 M1 bərabərdir 10.000-dən 3600 çıxanda 6400. M1-i buradan tapırıq 400. Deməli, M1-i buradan 400 tapırıq və 400-ün üzərinə biz təbii ki 100 qramı gəlməliyik ki, biz alınan məhlulu tapaq. Yəni 500 qram olur burada cavabımız. Lakin doğru cavabların, doğru variantların içərisində burada alınan ümumi məhlulun kütləsini verməyib. Yəni doğru variant yoxdur. Sadəcə 400 götürüb, amma bizim burada tapdığımız 400 ilkin məhlulun kütləsi olaraq biz bunu götürə bilərik. Yəni burada doğru bir variant yoxdur. Keçək 13-cü sualın izahına. 13-cü sualda
Hansı duzun suda məhlulun elektrolizində duzun kütləsi dəyişmir? Biz demişdik ki, aktiv metalların oksigenli duzlarında belə olurdu. Çünki orada metalın əvəzinə hidrogen, oksigenli turşu qalığının əvəzinə isə oksigen ayrılırdı. 14. Biz 2 sulfatın suda məhlulu üçün hansı ifadələr doğrudur? Deməli, elektrik cərəyanını keçirir. Bəli, çünki suda həll olan duzdur. Qələvi mühit yaranır. Xeyr, metal zəif metaldır. Qələvi mühit yaranmaz. Turş mühit yaranır. Bəli, SO4 güclü turşun qalığıdır. Kation anyondan böyükdür. Sayı olaraq xeyr. Deməli, doğru cavabımız olur 1 və 3. 15. Metal 3 hidroksidin nisbi molekul kütləsi 78-dir. Aha, deməli, buradan oksidinin nisbi molekul kütləsini hesablayın. Metal, bu arada burada metalın sabit ya da dəyişkən variantlı olduğunu bilmirik. Yəni, 3'ü biz dəqiq deyə bilmərik də valentliyini. Deməli, metal üstə gələk. Oksigen kütləsi 16, hidrogen kütləsi 1, 16 ilə 1, 17, 3'ə vururuq 51, bərabərdir 78. Metalın kütləsini buradan tapırıq 27. İndi bizə deyir ki, həmən metalın oksidinin kütləsini tapın. Metal neçə valentlidir orada? 3 valentli. Oksigen də 2 valentlidir. Formula olur belə. 27 vur 2, üstə gələk 16 vur 3. 54 üstə gələk 48. Bu da eləyir 102. Doğru cavabımız olur D variantı. 16. Hansı maddələr cütünü su ilə qarışdırdıqda eyni maddə məhlul alınmır? Məsələn, N2O5-in üzərinə su gəlsə, bu nitrat turşusu alınır da, düzdür. Natrum oksidinin üzərinə su gəlsək, natrum OH alınır. Yəni, eyni maddənin məhlulu alınır. Kalium hidridin üzərinə su gəlsək, kalium hidridin üzərinə də su gəlsək, kalium hidroksid məhlulu alınır. Kalium oksidin üzərinə də su gəlsək, kalium hidroksid məhlulu alınır. Bu düzdür. 4-cü sualda isə NO-nun üzəri, ümumiyyətlə NO su ilə reaksiya daxil olmur. Yəni, burada nitrit turşusu eyni maddə məhlulu alınmaz. Doğru cavabımız olur. Yəni, alınmayan olur 4. Reaksiyalardan alınan normal duzlardan hansıları suda yaxşı həll olur? X gümüş xlordur. Xeyr, gümüş xlor suda həll olmur. Çöküntüdür. Y mis SO4-dür. Mis sulfat. Bəli, mis sulfat suda yaxşı həll olur. Z barium nitratdır. Bəli, barium nitrat suda yaxşı həll olur. Ümumiyyətlə, nitrat turşusunun bütün duzları suda yaxşı həll olur. T'miz isə kalsium orta fosfatdır. Kalsium orta fosfat suda yaxşı həll olmur. Doğru cavabımız olur 17-ci sualda. Deməli, Y və Z. Baxaq, B variantı. 18. Anyona görə hidroliz edir, katyona görə hidroliz edir. Deməli, anyona görə hidroliz edirsə, demək ki, turşu qalığı tərəf zəif tərəfdir. Ortada isə hər ikisidir. Yəni, hər iki tərəf zəif olan. Elə biz Eyler-Venn diaqramında orta hissəyi 2-yi götürərik də. Çünki NH4 zəif, CO3 zəif. Anyona görə hidroliz edirsə, turşu qalığını zəif götürərik. Yəni, burada S də zəif turşu qalığıdır, PO4 də zəif turşu qalığıdır. Yəni, 1 ilə 4 olur. Katyona görə hidroliz edən, yəni metal tərəfin zəif olanı isə sinkloriddir. 1, 4, 2 və 3 doğru cavabımız olur 18-ci sualda. Deməli, daha doğrusu A variantı olmur. Deməli, nə olur? 1, 4, 3'ə aiddir. 2, 2'yə də aiddir. B variantı olur. 19. X qram 40% kalium hidroksid məhlulu ilə 200 qram 49% orta fosfat məhlulu qarışdırılır. Maddələr reaksiyaya tam sərf olunur və normal duz alınır. Deyir, X-i hesablayın. Baxaq. Deməli, normal duz alınması üçün biz təbii ki, kalium OH-ı 3 mol götürməliyik də. Çünki OH-ın sayı 3 olsun. Üzərinə H3PO4 gəlsək, buradan alınır kalium 3PO4 və su. Kalium 3PO4 və su alınacaq. Suyun qarşısına da deməli 3 mol düşür. Aha. İndi baxaq. 3 mol kalium OH neçə qramdır? Kalium OH-ın kütləsi 56-dır. 56-nı 3-ə vururuq eləyir 168. İndi bizə deyir ki, 200 qram 49%li H3PO4 məhlulu ilə qarışdırılır.
200-ün 49%-ni tapanda elə eləyir 98. Demək ki, orta fosfat turşusu elə 98 qramda, yəni 1 mol reaksiya daxil olub. Bunu da buradan bilirik. Aha, indi baxaq. İndi bizə deyir ki, x qram 40%li kalium hidroksid məhlulu. Yəni mənim 168 aldığım 40%dirsə, bəs 100%-im neçə olar? X buradan x-i tapırıq. X də eləyir. Deməli 2, 5, 2, 420 edir. Yəni doğru cavabımız olur D variantı. 20. Dəmir sulfat məhlulundan dəmiri hansı metal çıxarar? Dəmirin qarşısında olan, lakin aktiv metal olmamalıdır. Çünki biz demişdik ki, aktiv metal duzların məhlullarının metal çıxara bilmir. Onun tərkibindəki, duzun tərkibindəki su ilə reaksiya daxil olur. Quruşun dəmirdən sonradır, mis dəmirdən sonradır, gümüş dəmirdən sonradır. Doğru cavabımız olur sink. Yəni cavab D variantıdır. Keçdik 21-ci sualın izahına. Eyni mol miqdarda götürülmüş hansı duzların tam dissosiasiyasından eyni sayda iyon alınır? Məsələn, kalium nitratı dissosiasiyaya uğratsaq, buradan alınır kalium üstəgələ NO3. Müsbət mənfi. 2 mol iyon alınır. 1 mol kalium, 1 mol NO3. 2. Natrium 3 PO4-ü dissosiasiyaya uğratsaq, 3 mol natrium və 1 mol PO4 alınacaq. Yəni 4 mol iyon alınır. Deməli, 3-cü amonium sulfatı dissosiasiyaya uğratsaq, 2 mol amonium iyonu və 1 mol da PO4 alınacaq. Daha doğrusu SO4 iyonu. Müsbət, 2 mənfi. Demək, 2 mol NH4 və 1 mol da SO4 alınır. Cəmi 3 mol iyon alınır. Keçirik 4-cü. Ferrum xlor 2, dəmir xlorid. Dissosiasiyaya uğratsaq, dəmir 2 müsbət və 2 mol xlor mənfi 3 mol iyon alınacaq. Hansında 3 mol iyon alınmışdı başqa? Amonium sulfatın dissosiasiyasından. Yəni, doğru cavabımız olur 3 və 4. C variantı 21-ci sualda. 22. X oksidi nitratla girir, amma natrium OH-la da girir daha doğrusu. Hər ikisi ilə reaksiyaya girirsə, demək ki, bu amfoter oksid olmalıdır təbii ki. Çünki amfoter oksidlər həm əsaslarla, həm turşularla reaksiya daxil olur. Y isə heç birindən girmir. Bu da təbii ki, duz əmələ gətirməyən oksid olar. Elə buradan deməli amfoter oksidi saxlasaq, sink oksid və alüminium oksidi saxlayırıq. Lakin Y SO3 ola bilməz. Çünki SO3 natrium hidroksidlə girir, turşu oksididir. Cavabımız olur C variantı. Çünki N2O duz əmələ gətirməyən oksiddir. Nə nitrat turşusundan, nə də natrium OH-la reaksiyaya daxil olmaz. 23-cü sual. 23-cü sualda bizə nə deyir? Deməli, deyir ki, 49 qram sulfat turşusu 0,25 mol X hidroksid ilə, XOH2 ilə reaksiya daxil olsun. Deməli, yazaq bunu. XOH2 üstəgələk H2SO4 və deyir ki, reaksiyadan turş duzu alınsın. Buradan necə turş duzu alına bilər? Turş duzun tərkibində hidrogen olur. X-də 2 valentli olduğuna görə gəlir bunun indeksinə 2 düşür. Üstəgələk H2O. Reaksiyanı əmsallaşdırsaq suyun qabağına 2 düşəcək. Bir də sulfat turşusunun qabağına 2 düşəcək. İndi deyir 49 qram sulfat turşusu. Sulfat turşusu neçə qramdır? 98 qram. 98 qram 1 moldursa 49 qramımız olur X mol. X-i də tapırıq. Burada 0,5 mol. Demək ki, sulfat turşusu 0,5 moldur. Yazıram üstündən 0,5. XOH2 isə demək 0,25 moldur. Məsələn, şərtində verib. 1-in 2-yə. Buradan su neçə mol alınmışdı? Su da 2 mol alınmışdı da. Elə bu 0,5-dirsə burada 0,5 olar. Bizdən nəyi soruşur? Bizdən turş duzun kütləsini soruşur. Alınan turş duzun kütləsini soruşur bizdən. Baxaq. XOH2-nin kütləsi neçədir? 58-dir. Demək, biz yazırıq ki, 58 üstəgələk
Sulfat turşusunun kütləsi 98-dir. 2-yə vururuq. 2 vur 98 bərabərdir. Kütlələrin saxlanması qanununa görə bunun kütləsini, yəni turş duzun kütləsini M, üstə gələk suyun kütləsini 36. 98 2-yə vururuq 196, üstünə 58 gəlirik və çıxırıq 36. Demək, buradan nə alınacaq? 218. Deməli, M-i tapırıq buradan 218. Sulfat turşusu 2 mol olanda biz M-i tapmışdıq 218. Bəs sulfat turşusu 0,5 mol reaksiya daxil olsa nə qədər olar? X qədər. X-i də buradan tapırıq. Yəni duzun kütləsini buradan tapırıq. 54,5. Cavab olur 23-cü sualda Y 54,5. 24-cü sualın izahına baxaq. Mis 2 sulfat suda məhlul elektroliz zamanı katodda 1 mol maddə alınıb, anodda ayrılan qazın həcmini hesablayın. Mis 2 sulfatı suda məhlul elektroliz eləyəndə mis pasiv metal olduğuna görə misin əvəzinə ilə özü çıxır. SO4 oksigenli turşu qalığıdır. Oksigen və demək, buradan nə çıxacaq? H2SO4 çıxacaq. H2SO4. Reaksiyanı əmsallaşdıraq. Suyun qabağına 2 düşür. Misin qabağına 2 düşür. Bir də sulfat turşusunun qabağına 2 düşür. Katodda 1 mol maddə alınıb. Biz bilirik ki, katodda alınan misdə deyir 1 mol alınıb. Bəs özür mis nə qədər alınmışdı? 2 mol. 2 mol alınanda mis deyir ayrılan qazın həcmini, yəni oksigeni soruşur. 22,4 olmuşdusa 2-yə, 1-ə də X-dir. X-i də buradan tapırıq. 22,4-ü 2-yə bölürük. 11,2. Deməli, qazın həcmi olur 11,2. 24-cü sualda cavab 11,2-dir. 25. Deyir, X maddəsi üçün hansı ifadələr doğrudur? X maddəsi alüminium hidroksiddir, yəni alüminium OH3-dür. Deyir, 3 turşulu əsasdır, bəli. Suda yaxşı həll olur. Xeyr, amfoterdir. Amfoter maddələr suda yaxşı həll olmaz. Amfoter hidroksiddir, bəli. Qızdırıldıqda deyir, parçalanır. Bəli, biz demişdik ki, ancaq suda həll olan əsaslar parçalanmırdı da, digərləri parçalanırdı. Yəni 25-ci sualda cavab olur 1, 3 və 4. Keçdik 26-cı sualın izahına. 26-cı sualda mis, 2 oksid və X O2 deyilən maddələr verilib, mol miqdarlarını verilib, kütlələrinin cəmi isə 200 verib. Deməli, mis oksidin ümumiyyətlə kütləsi, mis 2 oksidin kütləsi 64,16 80 qramdır da. Bunların kütləsi cəmi 200-dürsə və XO2-nin 2 molunun 2 moldursa, onda XO2-nin kütləsi 60 qram olarmı? Öz XO2-nin kütləsi 60 qramdır. 2 molu da 120 qramdır ki, 120 üstə 80 gəlmiş, eləyib 200. Yəni, birdən burada bizdən X-in nisbi atom kütləsini hesablayan deyir. X üstə gələk, oksigen kütləsi 32 bərabərdir 60. X-i buradan tapırıq. 28. Deməli, X-in kütləsi 28 imiş. Doğru cavabımız olur 28. 27. Reaksiyadan alınan duzun tipini soruşur. Birincidə deyir turş duzu alınır, 2-də normal, 3-cüdə əsasi duz. Birincidə baxırıq ki, OH 3-də nədir? Hidrogen 2 dənədir. Deməli, buradan əsasi duz alınır. 3-ə aiddir A. İkincidən 2 dənə OH var, 2 dənə də hidrogen var. Bərabərdir sayı, normal duz. C variantından 2 dənə OH, 6 dənə hidrogen, hidrogen çoxdur, turş duz. D variantından 2 dənə hidrogen, 1 dənə OH, hidrogen çoxdur, turş duz. Y variantından 2 dənə OH, 2 dənə də hidrogen yenə normal duz olacaq. Keçdik 28-ci suala. Demək, bizdən nə soruşur? Deyir, natrium dəmir 3 sulfatın formulunu yazın. Adını verib formulunu soruşur. Natrium dəmir 3 sulfat. Demək, dəmir 3 valentlidir. Natrium da bilirik ki, 1 valentlidir. Onda ikisinin cəmi 4 eləyir. SO4 də 4 olması üçün SO4 bilirik də 2 valentlidir. Bunun indeksinə 2 düşəcək.
Bir də bir duz veribdir, onun adını yazın beynəlxalq nomenklatura ilə. Magnezyum, hidrokso sulfat. Çünki magnezyum sabit valentlidir axı. Onun biz valentini demirik. Hidrokso sulfat olacaq. 28-ci sualda. Keçdik 29-cu suala. Deməli, 29-cu sualda natrium sulfatla barium xlorid məhlulları arasında reaksiyanın molekulyar, tam ion və qısa ion tənliklərini yazın deyir. Deməli, bunu buradan aşağıdan yazaq. Birinci yazaq molekulyar tənliyini, yəni natrium sulfat, üstə gələk, barium xlorid, buradan alınır 2 mol natrium xlor və barium sulfat. Reaksiyanı misallaşdırdıq birbaşa. Barium sulfat burada bilirik çökür. Bu olur molekulyar tənlik. İndi bunu ionlarına ayıraq. 2 mol natrium, üstə gələk, SO4, 2 mənfi, üstə gələk barium, 2 müsbət, üstə gələk 2 xlor mənfi, alınır. 2 natrium müsbət, 2 xlor mənfi və barium SO4 olduğu kimi qalır. Çünki çöküntüdür, çöküntülər ionlarına ayrılmır. Sağla sol tərəfdə eyni adlı ionları ixtisar eləyək. Natriumlar getdi, xlorlar getdi. Deməli, bu arada bu olur tam ion tənliyi. Yəni, ixtisar getməmiş olan ikinci hissəyə yazırıq. Mənim bu yazdığım bu 1, bu 2. İxtisar edəndən sonra nə qalırsa o olur qısa ion tənliyi. Yəni, bu 3 yazdığım barium 2 müsbət, üstə gələk. SO4 2 mənfi, alınır barium SO4. Bu da olur qısa ion tənliyi. 30-cu sualda sink lövhəni dəmir 2 sulfat məhluluna saldıqda. Deməli, sinkin üzərinə dəmir 2 sulfat məhlulu gəlirik. Sink üstə gələk, ferrum SO4, dəmir SO4. Buradan alınır sink SO4 və dəmir. Bizə nə deyir ona baxaq. Bizə deyir ki, reaksiyanı bir də yazaq, təkrar. Deməli, sink üstə gələk, ferrum, dəmir SO4. Alınır sink SO4, üstə gələk, dəmir. Deyir ki, kütlə 4,5 qram azalıb. Aha, sinkin kütləsi 65-dir, dəmirin kütləsi 56-dır. 65-dən 56 çıxanda kütlə nə qədər azalıb? 9 qram. Kütlə 9 qram azalanda deyir ki, sinkin kütləsini hesablayın. Əvvəlcə reaksiya tənliyin birinci hissəyə mən yazdığım reaksiya tənliyi yazırıq bura. İkinci hissədə soruşur ki, sinkin kütləsini hesablayın. 9 qram azalma baş verəndə sink nə qədər reaksiya daxil olmuşdu? 65 qram. Bəs, sualda məsələnin şərtinə deyir, 4,5 qram azalmağa nə qədər sink olar? X. 9 ilə 4,5 ixtisar eləyərik 2-yə. 65-i də 2-yə bölərik. 32,5. İkinci hissədə də olur 32,5.